Dostlar salam. Bu dəfə olduqca maraqlı, bir vaxtı Azərbaycanda məşhurlaşan Vətəndaş A serialı haqqında danışmaq istəyirəm. Serialın şərhlərinə baxanda olduqca subyektiv və təəssübkeş şərhlərlə qarşılaşırıq. Elə 90% şərhlər yalnız müsbətdir, obyektivlik çatışmır. Mən də istədim serialın müsbət tərəflərindən yanaşı, ziddiyyətli və mənfi tərəflərindən danışaq. Gəlin, başlayaq. Dostlar, serial Bakıdan Almaz müəllimənin gəlişi ilə başlayır və maraqlı simvollar ötürülür. Gəlin əsas araşdırmaya başlamazdan əvvəl bir neçə mesajları təyin edək. Serialın bir səhnəsi demək olar ki, bütün mövzuları əhatə edir. Avtobus və içindəki adamlar köhnəlmiş mental dəyərləri təşkil edir. Yol isə inkişafı. Yolun ortasında avtobusun xarab olması isə bu dəyərlərin artıq işə yaramaması, inkişaf yolunda büdrəməsini göstərir. Aydındır ki, bu məsələlər bir-birinə qarşı olmamalıdır. Amma serialın yaradıcıları məncə burada səhv mesaj ötürürlər kütləyə, əsas da gənclərə. Burada belə bir təsəvvür yaranır ki, gənc ya evliliyi seçməli, ya da karyeranı. Serial boyda bunu aşılamaq istəyirlər kütləyə. Düşünürəm bu absurddur. Bu iki məsələlər normal insan üçün həyatda vacib məsələlərdir. Evlilik və təhsil bir-birinə qarşı duran anlayışlar yox, biri o birisini tamamlayandır. Və hətta deyərdim təhsil ailə institutunun köməkçi vasitəsidir. Ondan üstün anlayış yox. İnsanların təhsilə ehtiyac duyduğu kimi emosional ehtiyacları da ödənməlidir. Sevgi və qayğı insanı rəndələyir və cəmiyyətdə daha xeyirlidir. Tarix bizə göstərir ki, insanlar nə qədər təhsili önə çəksələr də, nə qədər təhsilli insanlar olsa belə, yenə də bir çox konfliktlər həll olunmur. Belə baxanda statistik olaraq ali təhsilli insanların sayı artır və görünən budur ki, təhsilli insan bərabərdir, yəni anlayışlı, emosiyalarını cilovlayan, müdrik insan. Amma boşanmaların sayı görəndə başa düşürük ki, təkcə təhsil yetmir insanın kamilləşdirilməsinə. Təhsil, kitab oxumaq maksimum səni mədəni insan edə bilər. Amma gözəl əxlaqa sahiblənmək, fəzilətləri özündə cəmləmək üçün başqa vasitələr də bizə lazımdır. Serial demək olar ki, hər hissəsində bundan danışır. Əlbəttə, bunun doğru tərəfləri var və müəlliflər cinsi bərabərsizliyin əleyhinədirlər, razı deyirlər. Amma yenə də obyektivlikdən kənar, feministik bucaqdan baxırlar məsələlərə. Seriala baxsanız normal yaxşı kişi obrazı tapa bilməyəcəksiniz. Bütün kişilərin personajlarında qüsur var. Misal üçün, Fəttah ümidi kəsilmiş, mücadilə aparmaq istəməyən, əsas da antagonistə qarşı bir personajdır. Qaçan qızın babası ümumiyyətlə elə bir aşirətin liderlərindəndir. Fərqanənin atası qorxaqlıq və səssizliyi simvolizə edir. Vidadi qəzəb və qəddarlığı. Direktor tülkülüyü, sədr isə hərisliyi. Gülməlisi də Səidi qarınqulu obraz kimi göstərirlər. Özdəkilərin bir çoxu qeyrətsizdir. Hamı tamaq salır gözəl qadın görən kimi. Əlbəttə, cəmiyyətdə belə personajlar var, amma heç olmasa alternativlər də təqdim olunmalıdır. Qeyrətli kişiləri göstərin ki, baxan kütlə onları seyr edib özünə müsbət xüsusiyyətlər götürsünlər. Gənc qızlar bu seriala baxır və şuur altında kişilərə qarşı nifrət oyanır. Və serial başdan ayağa radikal feministik manifest olur. Bir də əlbəttə ki, təhsil problemi. Bunun da tam olaraq serial yaxşı aça bilmir. Sanki bizə belə bir mesaj ötürülür ki, təhsil olmaq yəni ağıllı-ağıllı danışmaq, vay o da kimsə nəsə cahillik etsin, təpəsindən vurmaq lazımdır. Bu sözü səhv edirsə dərhal onun üstünə aqressiv şəkildə bu söz belə yox, belə deyilməlidir. Üstəlik inkişafın, ədalətin, aydınlanmağın simvolu olan Almaz müəllimə əzbərçili metoddan istifadə edir. Tarixi faktları bildilər şagirdlər sonra. Filan vaxtı filan hadisə oldu sonra. Tarix dərsi keçmişi təhlil edib, gələcək tətbiq etmək üçün yaranıb. İbrətlər götürmək, hadisələri analiz etmək. Misal üçün, 2-ci Dünya müharibəsi nə üçün baş verdi? Hansı səbəblər bu amansız müharibəyə zəmin yaratdı? Bir sözlə, Almaz müəllimə tarixdə necə və nəyə görə baş verdiyini təhlil eləmir. Sadəcə deyir ki, nə vaxtda nəsə baş verib. Həqiqətən personajın istəyi insanlara kömək etmək, can yandırmaq, pis vəziyyətdən çıxartmaq, təhsil vermək, bir sözlə balaca bir kənddə aydınlanmağı gətirməkdir. Ədalətsizlik göz yuma bilmir, gəncləri pis valideynlərdən qurtarmaq istəyir, qadınları sosiallaşdırmaq və s. Onun cəsarətli və insanlara xidmət etməsi Bakıda işini qoyub gəlib kənddə dərs keçməsindən bəllidir. Üstəlik tikiş yeri açır, öz hesabına heç bir gözlənti olmadan qadınları işlə təmin edir. Əli açıqdır, tanımadığı uşaqları nə qədər evində saxlayır, yedizdirir, çizdirir. Amma bu qədər müsbət cəhətləri olan personajın metodoloji səhvləri çoxdur. İlkin olaraq Almaz müəllimənin metodikası aqressivdir. Almaz müəllimə kənd cəmaatının dilini tam başa düşə bilmir. Sən kənd cəmaatını aydınlatdırmaq istəyirsənsə, həmişə sərt metodu seçə bilmərsən. Çünki qarşılığında cəmaatın müdafiə mexanizmi görəcəksən. Səid Fərqanə layiqli ər olduğunu öz hərəkəti ilə isbat edibdir.
qız evli oğlula kəndin ən bərk gedən, qəddar adamların əlindən aldı qaçdı. Fərqanə isə ona layiqli arvad olmadığı bəllidir. Onunla sərt danışır, təhqir edir. Fikrimcə bu serialda ən nifrət doğuracaq və qədir bilməyən personajdır Fərqanə. Adama deyərlər sən Səidi əllərin üstünə gəzdirməlisən. İndi qaydaq Almaz müəllimi. Haqqı bezdim. Yenə adam bilək öldürürlər, ölürsən, söyürlər, döyürlər. Belə nə vaxta qədər olar axı? Sənin dostundan da xəbər çıxmadı da. Yaratdığım iş budur da. Bilirsən nə var? Əgər mərdliyin olsaydı çıxardım, deyərdin ki, mən qaçmışam, yaxşı eləmişəm. Kim nə deyə bilərdi sənə? Qorxursan axı. Qorxursan ki, İqbal namusüstü öldürər səni. Getsən onu öldür də. Yenə bilərəm, getdin kişi kimi öldürdün, yatdın, çıxdın, mən də gözlədim səni. Nakiyəm mən. Sən nənəm, ay qız, nakiyəm mən. Ay Almaz müəllimə, sən niyə cins ayrı seçkili edirsən? Niyə Səidə qarşı pis rəftar olunanda bir şey demirsən? Sonra bu səhnə. Niyə? Çünki sonda deyəcəyin sözü əvvəldən deyirsən. Sən qadınsan, mən başa düşməlisən axı. Ay sağ ol, qadınam. Səni başa düşdüyüm üçün deyirəm ki, səhv səndədir. Mən özüm də ailəli olmuşam da. Sizə baxıram, o vaxtlarım düşür yadıma. Ailəli olmuşsan? Ölüb? Boşanmışam. Niyə? De, belə şeylərə görə. Uşaq var. Sən indi başa düşdüyü emosiyalarında problem var, aqressivsən. Bəs bu gələcəyin gənc ailəsinin qadınına niyə şuur altında belə bir mesajlar ötürürsən? Almaz müəllimə kimi islahatçı insanlar məqsədləri islah da olsa belə, dərhal bir qrupu məzlum, digərini zalım seçirlər. Linçləməyə, qarşı tərəfi başa düşməmək kimi problemləri var. Çox səhv metodlardan istifadə edirlər. Misal üçün bu səhnə. Yetişdirmişdilər. Əstağfurullah. Bu Darwini niyə çıxarmırlar da dərslikdən mənə çatmır? Niyə çıxarmalıdılar ki? Kafir şeylər eləyib. Nətər yəni niyə? Kafirlik nəyə deyirsiniz? Elmlə məşğul olmağa? Elmin nə dəxli var bu söhbətə? Darwinin nə dəxli var elmə? Bu Darwini masonlar maliyyələşdiriblər ki, təkamüldən zatdan danışıb insanları azdırsınlar. Təkamülü inkar edirsiniz. Yox bəs, əlbəttə. Açığı bir biologiya müəlliməsi olaraq təkamül kimi oturuşmuş və şübhə doğurmayan nəzəriyyəni inkar eləməyiniz məni məyus edir. Onda bu fənni niyə tədris edirsiniz, əgər onun ən təməl mexanizmini inkar edirsinizsə? Başa düşmədim. Burada misal üçün bu səhnədə biraz aram tonlu baş salmaq olardı ki, müəllimə mən sizi başa düşürəm, sizin öz şəxsi inancınız var, mən buna hörmətlə yanaşıram, amma təkamül sizin inancınıza zidd deyil ki, Tanrı bu yolla da insanlığı yarada bilərdi. Yəni bu metod daha mülayimdir, daha insanı özünə cəlb edəcək bir metoddur. Və yaxud cinsəllik məsələləri. Olar sizə sual verim. Ha, buyur. Biologiyada cinsəllik mövzusunu uşaqlara keçmisiniz? Əlbəttə keçməmişəm. Heç elə şey olar. Bax, bu nə təfəkkürdür? Yox, durub uşaqlara cinsiyyəti öyrədəcəm. Az, sən heç abır nədir qanırsan? Burada ayıb nə var ki? Sizin yaşınız çatar. O vaxt 1989-cu ildə Amerika ilə Sovet hökuməti arasında bir telekörpü qurulmuşdu. Və onlara şərait yaradıldı ki, bir-birlərinə sual versinlər. Amerikalı qadın dedi ki, bizdə hər şey seksin ətrafında qurulub və... Yoldaşlar, nə olub? Seks ingiliscə cinsəllik deməkdir. Düz demirəm, Əfsanə xanım? Nə olsun? Yaxşı, qayıdaq telekörpüyə. Zəhmətkeş Sovet qadını bilirsiniz necə cavab verdi? Dedi ki, bizdə ümumiyyətlə seks yoxdur və biz seksə pis baxırıq. Sizinki də ona döndü. Düzdəyib də. Elə o əxlaqsızlıqları Amerika, Avropa gətirib bizə. Belə görürəm deyəsən səni də onlar maliyyələşdiriblər. Buradan maliyyələşsəydim, burada nə gəzirdim? Ha, onda bura gəlmişsən ki, bizim uşaqları yoldan çıxarasan. Bayaq özünüz uşaqlara meymun bənzətməsi elədiniz. Yaxşı. Seks əxlaqsızlıqdırsa, övladınız var? Sən nə demək istəyirsən, qancıq? Nə olub burada? Hamıya aydındır ki, qız və oğlan olan bir sinifdə bunu danışmaq adamı çəkindirir. Yaxşısı budur ki, oğlanlara kişi müəllim başa salsın bu dərsi, qızlara da qadın müəllimə. Zavuçun ümumiyyətlə keçməməsi səhvdir, amma Almazın da metodikası yanlışdır. Həqiqətən də Amerikalı bir qadın və Sovet qadını arasında olan dialoq cinsəlliyin sosial modifikasiyalarından danışırlar. Amma bir yerdə bu tabudur və Sovet qadını bunu yalnız iki şəxsin arasında qaldığını göstərir. Amerikalı qadın isə bizdə belə bir tabu yoxdur. Biz açıq danışırıq bu məsələləri. Ümumiyyətlə bu mövzunun cəmiyyətdə açıq şəkildə danışması nə qədər düzgündür, hansı xeyirləri var? Sizcə cəmiyyətin əxlaq pərdəsi qalxmır, insanlar abırsızlaşmırlar?
Hər şey şəffaf olması iffəti aradan qaldırır. Almaz müəllimə isə yenə səhv metoddan istifadə edib, özü də cəmaətin içində müəllimlər otağında tabu olunmuş söhbəti özündən böyük müəlliməyə deyir. Qırağa çəkib desəydi, bir qədər yaxşı olardı. Dostlar, çalışdıq qısa olsa da bu seriala başqa bucaqdan baxmağınız üçün bir icmal edək. Seriallara baxanda, ümumiyyətlə filmlərə, kitablar oxuyanda maraqlı olmağından əlavə bizə müəlliflərin ötürdüyü mesajlara da baxmalıyıq. Çünki o bizim şuuraltımıza yeriyir və bizim həyatımıza təsir edə bilər.